Onlayn sorğu və qiymətləndirmə alətlərindən biri Google Forms'dur. Google Forms'a daxil olmaq üçün Google alətlər panelinə daxil olaraq Forms bölməsinə keçid edirik və yeni bir sorğumuzu yaxud qiymətləndirmə alətimizi yaratmaq üçün plus əmrini seçməliyik. Bu proqramın ilindən versiyasından asılı olaraq bəzən sol yuxarı küncdə və ya sağ aşağı hissədə görünə bilər. Üzərinə klikləyirik. Daha sonra testimizin adını ya da sorğumuzun adını yazmalıyıq. Nümunə üçün mən qısa olaraq sorğu yazacağam. Aşağı hissədə isə sorğumuzun təsvirini qeyd edə bilərik. Bu sorğu və ya testimiz nə üçün yerinə yetirilir? Aşağıda isə artıq başlayaraq biz suallarımızı qeyd edə bilərik. Sualımızın bölməsini qeyd edəcəyik. Nümunəyə görə mən qısa zaman itkisi olmasın deyə hər hansı bir sadə bir misal qeyd edəcəm. Və daha sonra isə bu testin, tapşırığın hansı formatda olacağını müəyyənləşdiririk. Deyək ki, bu çox seçimli sual variantıdır və mən burada müvafiq olaraq hər hansısa bir cavab variantlarını qeyd edirəm və bunlardan hər hansısa biri doğru variantdan biri olacaqdır. Hal-hazırda göründüyü kimi mən bu sualıma hər hansı bir doğru cavab variantını qeyd edə bilmirəm. Bu onunla bağlıdır ki, mənim hal-hazırda yaratdığım sorğu variantındadır. Yəni mən bunu test formatına keçirməmişəm. Test formatına keçmək üçün settings bölməsinə keçid edirik və make this a quiz bölməsini aktivləşdiririk. Bundan sonra question, yəni suallar bölməsinə keçid etdikdən sonra artıq cavab vermə funksiyası aktivdir. Mən bu hissəyə answer key bölməsinə daxil olaraq doğru cavab variantını təsdiqləyə bilərəm və müvafiq olaraq bu sualıma hansı balı verəcəmsə onu qeyd etməklə aşağı tərəfdə təsdiqləmiş oluruq. Bu qaydada artıq biz testimizi yaratmış olduq. Və qeyd edək ki, bu formatı yalnız bir dəfə tətbiq etməklə digər suallara da bu şamil olunacaqdır. Digər ikinci sualı yaratmaq üçün yenidən plus bölməsinə daxil oluram, yeni sual formatı yaradıram. Deyək ki, açıq tipli sual yazmaq istəyirəm. Nümunə üçün yenə də mən hər hansısa bir məzmun qeyd edəcəm. Və bu artıq açıq tipli sualdır. Bu baxımdan bunu şagirdlər özləri müəyyən edəcək. Deyək ki, buna 7 bal verdim. Və doğru cavabları da biz buradan qeyd edə bilərik ki, yəni açıq sual tipi olsa da doğru cavab hansı variant kimi qeyd olunsun. Yaxud feedback verə bilərik, əks əlaqə verə bilərik. Şagirdimiz hansısa bir cavab variantını qeyd etdikdə ona hansı əks əlaqə görünmüş olsun. Digər sual tiplərinə gəlin baxaq. Yeni bir sual formatı yaradıram. Çox seçimli sual tipidir, checkbox bölməsidir. Ola bilər ki, biz bir neçə sual variantını seçmək istəyirik. Məsələn, göründüyü kimi burada hal-hazırda bir neçə doğru cavab variantı var və bir neçə cavab variantını işarələyə bilərik. Bu da o deməkdir ki, bu çox seçimli bir neçə sualı şagirdimiz müəyyən edə bilər. Bu ardıcıllıqla digər sual tiplərinə də gəlin baxaq. Ardıcıllığın təyin edilməsinə dair olan bir sual tipidir. Biz hər hansı bir ardıcıllıq, xronoloji ardıcıllığı müəyyən edə bilərik. Ola bilər ki, testimizdə hər hansısa bir fayl yüklənməsi lazımdır. Açıq tipli sualdır və şagirdimiz hansısa bir PDF formatında, hansısa bir sənəd formatında faylını yükləyə bilər və digər çox seçimli uyğunluq tipli tapşırıqlardır ki, biz bunları qeyd edə bilərik. Yaxud testimizə tarix əlavə edə bilərik. Məsələn, şagirdimiz bu tapşırığı yerinə yetirən zaman yerinə yetirdiyi tarixi qeyd edəcək və sair formada biz sual formatlarını seçərək tapşırığımızı tamamlamamız mümkündür. Ola bilər ki, biz sual formatında yalnız mətnlərdən deyil, fotodan da əlavə edə bilərik. Bu zaman sualımızın məzmununa foto əlavə edə bilərik. Image bölməsinə daxil olmaqla bir neçə versiya var ki, onlardan birini seçməklə şəkil formatını biz buradan daxil edə bilərik. Upload bölməsi kompüterin yaddaşından köçürülmədir. Eyni qaydada kameradan, yaxud da link formatı ilə ola bilər ki, Google-un özünün verdiyi fotolardan, yaxud da axtarış bölməsindən, məsələn, mən Bakı deyə axtarış verib, hər hansısa bir nəticəni əldə edə bilərdim. Google fotoda hal-hazırda o adda şəkil olmadığına görə bir nəticə görə bilmədik. Və bu şəkillə də biz bu formada, bu şəkildə, yəni axtarışımızın nəticəsini elan edərək, hər hansısa bir şəkli seçərək, insert bölməsinə klikləməklə həmin fotonu
sualımızın məzmununu əlavə edirik və daha sonra isə sualımızı qeyd edərək digər variantları, digər əvvəlki suallara göstərdiyimiz bölmədə ardıcıllıqla davam etməyimiz mümkündür. Digər sual bir bölməsində baxsaq, ola bilər ki, biz sualımızı eyni qaydada videoda əlavə edə bilərik. Add video klikləməklə Google-dan yaxud da ki, YouTube platformasından hər hansısa bir videonu axtarış edə bilərik, yaxud da linkini bura əlavə edə bilərik və daha sonra isə həmin video buraya yüklənmiş olacaqdır. Məsələn, hər hansısa bir video axtarış verdim və bunu daxil etdikdən sonra insert edirəm və bu deməkdir ki, həmin video yüklənir bizim Google Forms'a və bu video ilə bağlı hər hansısa bir sual verə bilərik, yaxud da şagird bu videonu izləyəcək və izlədikdən sonra isə həmin bu videonun sualı ilə bağlı hər hansısa bir materialı burada qeyd edə bilərik. Nümunə üçün mən sadəcə hərflər toplusu kimi qeyd edirəm, yəni müvafiq sualı məqsədə uyğun olaraq daxil etməyimiz mümkündür. Bu qaydada biz testlərimizi nümunə olaraq hazırlamış olduq. Ona ön baxış edə bilərik, preview bölməsinə baxa bilərik ki, hansı formada bizim testlərimiz görünür. Hər şey qaydasındadırsa, publish əmrini klikləməklə dərc edirik və dərc etdikdən sonra linki müvafiq olaraq kopyalayaraq tapşırığı ya da sorğunu yerinə yetirmək istədiyimiz şəxsə göndərə bilərik və ya share bölməsinə klikləməklə bura əməkdaş daxil edə bilərik. Biz ona redaktə imkanını verə bilərik və redaktə etmə imkanı verdikdən sonra əgər biz bu linki əlavə edərək, yəni bu redaktə imkanı linkini kopyalayıb həmin şəxsə göndərirsə, həmin şəxsə müvafiq olaraq bizdə redaktə imkanına sahib olur və bizim testimizi bizimlə eyni bərabər hüquqlu şəxs olaraq redaktə etmiş olur. Və burada digər dizayn bölməsinə daxil olduqda isə sualların mətnlərin ölçülərini fərqləşdirə bilərik. Suallar hansı ölçüdə olsun, mətnlər hansı ölçüdə olsun, sualın başlıqları hansı ölçüdə olsun, 24-dən 18-ə qədər olan ölçülərlə biz təyin edə bilərik. Yəqin ki, görünür, dəyişdikcə bu başlıqların da hansı formada dəyişməyini müəyyən edə bilirik. Eyni zamanda arxa fon effektlərinin rənglərini tənzimləyə bilərik. Sualların arxa fonun dizaynın hansı rəngdə olmağını müəyyən edə bilərik və bu şəkildə fərqləşmiş bir dizaynı təmin edə bilərik. Və hər şey hazırdırsa və uğurla sorğumuzu göndərib cavablarını ala bilərik. Cavablar isə response bölməsində toplanır və eyni qaydada toplanan cavabları biz həmçinin Excel sənədinə ixrac edə bilərik və ixrac edilmiş sənədi çap etmək də mümkündür və suallar əgər cavablandırılmış olursa, artıq burada response bölməsində biz hər hansı bir diaqramlar da görə bilirik ki, bu diaqramlar da bizə suallarla bağlı statistik məlumatlar verməsinə imkan yaradır.